Bir zamanlar bir kənddə hamının səbir ağacı adlandırdığı bir ağac vardı. Deyilənə görə kim ürəyində bir arzu ilə onun kölgəsində oturarsa, arzusu gec-tez həyata keçərdi. Kənddə yaşayan bir gənc hər gün o ağacın yanına gedir, gözlərini yumub dilək tuturdu. Amma günlər keçdi, həftələr keçdi, heç nə dəyişmədi. Bir gün əsəbləşib ağaca dedi: "Mən hər gün gəlirəm, arzu edirəm, niyə heç nə olmur?" Elə bu anda oradan keçən yaşlı bir kişi onun sözlərini eşidib gülümsədi. "Sən yalnız arzu edirsən, yoxsa arzun üçün addım da atırsan?" Gənc təəccübləndi. "Mən elə bilirdim ki, bu ağac arzuları yerinə yetirir." Qoca dedi: "Bu ağac möcüzə etmir. O sadəcə səni hər gün buraya gətirir, arzunu xatırladır. Amma onu gerçəkləşdirəcək olan sənsən." Gənc o gündən sonra yalnız dilək tutmadı. Hər gün arzusu üçün kiçik də olsa bir addım atdı. Aylar sonra arzusu həyata keçdi. O yenə ağacın yanına gəlib pıçıldadı: "Sən möcüzə etdin." Sanki külək yarpaqları tərpədib cavab verdi: "Möcüzə sənin səbrin və əməyin idi." Rəvayətin hikməti budur. Arzu etmək başlanğıcdır. Amma onu gerçəyə çevirən səbir və hər gün atılan kiçik addımlardır.